Sevdim, hoşuma gitti ha, bilesin. Sizden bilmək istəyərdim. Çünki çox əfsuslar olsun, bizdə Azərbaycan dilində müqəddimə olmadığına görə ondan təxminən qısa parçalar oxumuşuq və orada birinci hissə müqəddimə, ikinci hissə Məğrib xalqlarının tarixi, üçüncü hissə də Şərq və Qərb xalqlarının tarixidir. Doğru. Bilmək istərdim ki, yəni İbn Xaldun bildirir ki, xalqların kimlikləri, onların yaşadıkları ərazilər, onlara təsir edən iqlimlər. Yəni bu kimi xüsusiyyətlərlə xalqın nəyə sahib olduğunu bilmək olur. Və sizdən də bilmək istəyirəm ki, yəni müqəddiməni çox yaxşı bildiyiniz bir araşdırma, bir filosof kimi. İbn Xaldun bunları verərkən Şərq və Qərb xalqlarının, onların müqayisəsində hansında daha üstün cəhətləri görür, hansında daha zəif cəhətləri görür. Və bir də bir şərh kimi bildirmək istəyirəm və sizin o bildirdiyiniz üçün çox sağ olun ki, onu da bildirdiniz. Yəni deyirsiniz ki, Peyğəmbərin Peyğəmbər olması onun əsabəsinə bağlıdır. Və Makiavellidə də biz bunu görürük, Hökmlər Əsərinin 3-cü fəslində ki, bütün Peyğəmbərlər qalib gəlib, öz qonşularının hesabına, məğlub olanların isə tarixdə adı qalır. Çok güzel, aynen öyle. Bunu da bildirmək Silahlı peygamberler kazanırdı, değil mi? Bəli. Silahlı peygamberler adı kazanırdı. qalır. Bunu bilmək istəyirəm, çünki Baron de Montesquieu'də də var bu xalqların iqlimə və ya da yerləşiklərə. Xahiş edin buna bir münasibət bildirərdiniz. Doğru. Sen siyasi eğilimlerden çekiyorsun. Bəli, Doğru. gördünüz. Ama iyi biliyor. Çox sağ olun. İyi, tamam, gayet güzel. Evet, soru var mıydı? Neydi soru? Anladım. Şark ve Garp. Ama şimdi bir dakika, Şark ve Garp derken İbn Haldun Şark ve Garb'ı başkadır. Şarkı İslam dünyasının şarkı. Meşriktir, Garb'ı da Fas tarafıdır. Başka yerde dayanmış. O Mağrib derken şeyi kastetmiyor, Avrupa'yı kastetmiyor. O muahitleri kastediyor, Grabitleri kastediyor, o da Kuzey Afrika'yı kastediyor. Afrika karışımı oldu. Evet, evet. Tamam. Bilməzsin, bunlar arasında... Yok, orada fark olmaz. Orada fark olmaz. Evet. Buyur. Yakın geldiler. Doktor öğrencisi. Deməli, məndə sual deyil, mən münasibətimi bildirmək istəyirəm. Buyur. Mən türk dilində mühazirələrə alışmamışam və türk kəlmələrini də bacarmıram deməyə, amma problem sizin sual yaratsın, onu bir üzr istəyirəm. Deməli, sizin çıxışınızı bildirmək lazım, İbn Xaldunu yaxşı tanımıram. Siz orada tez-tez vurguladınız, tez-tez yox, böyle xüsusən vurguladınız. Ama siz yavaş konuşun, ben anlamıyorum sizi. Siz vurguladınız. İbn Haldun'u tanımıyor ama bir sorusu var. Biliyorum ama yavaş. Ama xüsusən siz vurguladınız ki, İbn Haldun'a göre insan insanın kurdudur. Aynen öyle. Onu Hobbes der de o daha kötü söyler. O daha da kötü söyler. Evet. Bütün insanlar zalimdir. Eğer bir yerde adil bir insan görürsen bunun mutlaka bir nedeni var. İnanılmaz bir cümle. Aynı tezi Schopenhauer'da alıyor. Evet. Xahiş edirəm, qəbul olasınız və tez üzr istəyirəm. Mən deməli sizin bir fikrinizə münasibət bildirirəm ki, siz Peyğəmbərdən danışanda və xüsusi insanlardan danışanda, məğlublardan, liderlərdən danışanda, siz qəhrəman ifadəsini də işlədirdiniz. Sanki siz Peyğəmbərə həm lider deyirsiniz, həm qəhrəman deyirsiniz. Mən bu fikirlə razı deyirəm. Söhbət ondan gedir ki, məhz asabilik keyfiyyətinə görə siz müəyyənləşdirirsiniz ki, Peyğəmbər asabidirsə liderdir və eyni zamanda qəhrəmandır. Və bir yaxşı bir fikirdir dediniz. Bütün fikirləriniz yaxşıdır. Razılaşdığım fikir o idi ki, siz qəhrəmanı toplum seçir. Bu düzdür. Amma lider məncə toplum seçmir. Bu belə görünür ki, toplum seçir. Tarixən belədir. Təkcə Azərbaycanda və 21-ci əsrdə belə deyil. Lider özü seçilir, öz hesabına, öz alın tərinə görə, öz gücünə görə və nəhayət İbn Xaldunun təbliğ etməsi öz asabiliyinə görə. Amma qəhrəman asabisiz seçilir. Toplum asabisiz qəhrəmanı seçir. Gumilyovun hörməti
Gumilov'da o pasyanar gerginlik anlayışı işləyir. Orada Gumilov'da belə bir insan tipi var, belə bir insan tipi var. Pasyanar. Pasyanar müəyyən məqamda qəhrəmandır. Yəni pasyanarı da cəmiyyət seçilir, o da lider ola bilər, qəhrəman ola bilər. Amma məhz qəhrəmanın liderdən fərqi, məmurdan fərqi və pasyanardan fərqi odur da, onun asabisi yoxdur, asabiliyi yoxdur. Və mən bu fikrə üzrüsünləmişdim, mən bu fikrə gəlmişəm, sinergetikanın fotoqrafından sonra elementik var. Çünki her şey mükemmel benim münasebeti biliyorum ki çünkü Gumilov Atilla'ya kahraman değil ama pasyanar demir. Düzdür mü? Bu barədə Evet. Şimdi ben bir şey demiyorum, İbn Haldun diyor. Boşuna bana çatıyorsun. Boşuna bana satıyorsun, ben bir şey demiyorum. İbn Haldun diyor, benim fikrimi mi soruyorsun? Ha, benim fikrimi sorarsan, yaklaşık olarak ben de İbn Haldun gibi düşünüyorum. Bir arayış vermək istəyirəm. Azərbaycan dilində İbn Xaldundur, x ilə gedir, x ilə yox. Onu biləsiniz. Evet, biliyorum. İbn Xaldun. Türkçə hərfi olmadığı Bu üçün dəvətnamənizə adınız xıyamını bu. Xanım Xaldun dedi, ona görə. Ha, ben de Haldun diyorum ama yani sizin diliniz dönmüyor artık, ne yapalım? İbn Haldun ya diyorum. İcazə verin, bir elan edir məncə. Deməli, sabah yox biri gün, yəni ayın 15-də, eyni vaxtda, eyni yerdə, o filmdəki kimi. Eyni adam. Eyni adam. Eyni adam, bəli, bizim hocamız Ahmet Hoca. Başqa bir Elm Sənət Məclisinin 25-ci toplantısını elan edirik. Sabah yox. Mövzu İslam və modernləşmə. Daha müasir bir mövzu seçmişik. Bugün siz o mövzulara girmək istəyirdiniz, biz çalışırdıq ki, onu dayandıraq, çünki daha geniş bir mövzu. Dəvətnamələri alanlara biz 2 məclisə bir dəvətnamə göndərmişik. Ona görə bir daha elan edirəm, ayın 15-də, saat 4-də burada 25-ci toplantımız İslam ve modernleşme. Efendim şimdi sözü bitirmeden ben bu kitaplarımı da bu şeye bir hediye edeyim. Çok sağ olun. Evet, bunlar İç Felsefe Tarihi'nin 4 cildi, bunun 5. cildi geliyor. Hristiyanlık gelecek buna, Plotinus eklenecek. Arkasından da İslam gelecek. Arkasından İslam gelecek. Bu İbn Haldun bitmiştir, şu anda yoktur. Fakat bu aynı yayın evi, Bilgi Üniversitesi bunun 5. baskısını yapıyor şu anda. Ben tasniflerini yapıyorum.